Sabirabad rayonunda azyaşlının aydınlığa çıxmaq istəyi isə baş tutmayıb, suya baş vurub və nə yazıq ki, geri dönə bilməyib. Sabirabad rayon sakini azyaşlı Seyid Umudov su kanalında boğulub. Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verilir ki, hadisə avqustun 19-da qeyd alınıb. Qasımbəyli kənd sakini Seyid Umudov su kanalına yıxılıb. Köməksiz qalan azyaşlı suda boğulub. Onun meyidi sudan çıxarılıb və ailəsinə təhvil verilib. Başqa bir hadisə isə Yuxarı Qarabağ kanalının Ağcabədi rayon ərazisindən keçən hissəsində qeyd alınıb. 14 yaşlı yeniyetmə kanalda boğularaq ölüb. Bərdənin Bəciravan kənd sakini 14 yaşlı Yusif Qarayev qohumu ilə kanalda çimərkən boğulub. Yusifin suya baş vurduqdan sonra üzə çıxmadığını görən qohum yaxınlıqdakı adamları köməyə çağırıb. Hadisə yerinə gələn yerli sakinlərin təxminən yarım saat davam edən axtarışlarından sonra yeniyetmənin meyidi batdığı yerdə tapılıb.